Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Muxtar Respublikadakı ordu, birləşmə və hissələri müasir silah və texnika ilə təmin olunmuş, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyəti xeyli gücləndirilmişdir. Qədim, hərb ənənələrinə və mübarizə tarixinə malik olan Naxçıvan bugün etibarlı müdafiə olunur. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Muxtar Respublika ərazisindəki ordu, birləşmə və hərbi hissələrin döyüş qabiliyyətinin, eləcə də şəxsi heyətin peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılır. Bölmələr həyəcan siqnalı ilə qaldırılaraq döyüş təyinatlı rayonlara çıxarılır və gözlənilən döyüşlərə hazırlıq işlərini həyata keçirir. Gələcəkdə döyüş əməliyyatlarının uğurla yerinə yetirilməsi üçün döyüş təyinatlı rayonlarda şəxsi heyətlə təlimdə çətin, döyüşdə asan prinsipi ilə məşqlər keçirilir. Təyin olunmuş rayonlarda şəxsi heyətin sosial məişət şəraiti və qidalanması yüksək səviyyədə təşkil edilmişdir. Hava desant qruplarının və snaperlərin bilik və bacarıqları təkmilləşdirilir. Sizin neçənci atlayışınız? Mənim 21-ci atlayışımdır. Bunu 17-28 vertolyotunda yerinə yetirmişdim.
Bundan əvvəl sniper kursuna cəlb olunmusunuz? Bundan əvvəl Bakı şəhərində keçirilən sniper kursuna cəlb olunmuşam. Hal-hazırda əlavədə ümumi qoşun ordunun nəzərində təşkil olunmuş sniper kursunu bitirmək üzrəyik. Sniper olmaq arzusu sizdə hardan yarandı? Vətənimə olan məhəbbətdən. Atəş mövqeyinin seçilməsi zamanı əsasən hansı şərtləri əsas götürürsünüz? Ərazinin maskalanma imkanlarına, atəş mövqeyinə gizli yaxınlaşma və geri çəkilmə imkanlarının olmasına. Təlimin planına uyğun olaraq şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidməti ilə qarşılıqlı əlaqədə qəbulu praktiki həyata keçirilib. Azərbaycan Dövlət Tibb Universitetini bitirmişəm. Hal-hazırda ixtisaslı həkiməm. Bu gün mən də cəbhəyə qatılmaq istəyirəm. Mən Bakı şəhərində qadınlar arasında atılıq kursunu keçmişəm. Birinci yerə layiq görülmüşəm. Könüllü olaraq bura gəldim. Mən də ön cəbhədə sniperçi kimi fəaliyyət göstərmək istərdim. 3 ildir ki, tibb bacısı kimi mülki xəstəxanada fəaliyyət göstərirəm. Məni də döyüşlərə cəlb etməklərini xahiş edirəm. Mən də bir tibb bacısı kimi fəaliyyət göstərməyə hazıram. Mən hərbi xidmətdə olarkən tankda tuşlayıcı vəzifəsində xidmət etmişəm. Torpaqlarımızı işğaldan azad olunması üçün başlanğıc döyüşdə mən öz bacarığımla düşmənin canlı qüvvəsini və texnikasını məhv etməyə hazıram. Toplanış rayonlarında qəbul olunan könüllülər tibbi müayinədən keçirilib və hər cür təminatla təmin olunublar. Şəxsi heyətlə yanaşı texnikaların da qəbulu məntəqələri açılıb, qəbul olunan texnikalara xidmət göstərilərək bölmələrə göndərilib. Təlimin ssenarisinə əsasən düşmən tərəfi strateji rayonları ələ keçirmək, torpaqlarımızı işğal etmək məqsədi ilə ilmiqyaslı hücum əməliyyatları hazırlamış və təmas xəttində atəşkəs rejimini pozaraq mövqeylərimizi artilleriya qurğularından, minaatan və qumbaratanlardan, iri çaplı silahlardan intensiv atəşə tutmuşdur. Düşmənin artilleriya atəşi! Amma sığınacağa! Əlahiddə ümumqoşun ordunun birinci eşalonda müdafiə olunan birləşmə və hissələri geniş cəbhədə hücuma keçən düşmənə inadlı müqavimət göstərərək bütün atəş vasitələrindən onun texnika və canlı qüvvəsinə tələfat vermişdir. Düzünə tuşlamaya çıxarılmış artilleriya qurğularından dəqiq atəşlərlə düşmənin artilleriya qurğuları susturulmuş, zirehli texnikası sıradan çıxarılmış və canlı qüvvəsi məhv edilmişdir. Hədəf susturuldu! Tamam komandirləri, mən bunu donam! Döyüşə! Dağı!
Döyüşe! Genel kabul olundu. Aklan indirim ölçüm. Düşman İsrail grubu. Kümülasyon mermiyle batıra taşınan mehvet. Anan 20 kabul. Dikkat! Düşman İsrail grubu. Hoş geldin. Mehmet. Orientir istikametinden düşmanın hücuma geçen bir tağıma kadar kuvvetini aşkar ettim. Oldu. Kaya 50, Haludonam. Orientir istikametinden hücuma giden düşmanın bir tağıma kadar canlı kuvvetini mehvet. Oldu, başa düştü. Mangala. Orientir istikametinde ilerleyen düşmanın canlı kuvvetini namın bütün silahlarından istifade etmeyeceğiz mehvet. Günün sonuna birləşmələrimiz düşmənin hücumlarının qarşısını alaraq onu dayandırmağa nail olmuşdu. Düşmanın hücumu dayandırıldı. Oldu. O belli bey. Düşmanın hücumu cephe boyu dayandırıldı. Əlahiddə Ümumqoşun Ordu komandanı əks zərbə əməliyyatının hazırlanmasına göstəriş vermişdi. Birləşmə və hərbi hissələr döyüşün planlanmasını həyata keçirmiş və maket üzərində qarşılıqlı əlaqədə sualları məşq etdirilmişdir.